Yenidən hər birinizi salamlayıram. Bizim potensial, karyera, uğur qazanmaq mövzularına həsr olunmuş aprel ayında artıq ikinci videomuzdur bununla bağlı. Dedim ki, silsilə şəklində olacaq videolar və bir-birini çalışacağam ki, tamamlasın. Keçən dəfə biz danışdıq nədən? Yəni hər kəsin bir onu zəngin edə bilmə potensialı olduğundan və ümid edirəm ki, oradakı texnikanı da etdiniz və baxdınız ki, hansı potensial, yəni sizə aiddir və siz onunla doğrudan da pul qazana bilərsiniz. İndi mən bilirəm ki, sizləri artıq azdan çoxdan tanımışamsa, mənim daimi izləyicilərimin də bilirəm ki, həmişə yəni ard-arda gəlir bu sual ki, tamam, yaxşı, başa düşdüm, potensial oradan gəldi, bildim mənim potensialım da bunadır və s. və s. Amma bəs alınmasa, bəs uğursuz olsam, bəs elə olsa, bəs belə olsa, bu videoda da bundan danışırıq. Yəni uğursuzluqdan alınmasa, birdən etdim, alınmadı, nə olacaq və s. Bunun ətrafında sizinlə danışacağıq bu videoda. Videoya başlamadan öncə kanala abunə olmağı və təbii ki, videonu bəyənməyi unutmayın ki, mən də baxım ki, sizin barmağınızı tərpədib bir bəyənmə etməyə potensialınız var. Demək ki, siz bu videonu izləyirsiniz. Mənim üçün bu önəmlidir. Həm də alma-vermə balansımız üçün təbii ki, yenə də önəmlidir deyim. Dedik ki, uğursuzluq, düzdür? İndi potensial tapdıq. Bundan öncəki videoda danışmışdıq da, məsəl üçün biri nə bilim getdi təmizlik şirkəti qurdu, biri başladı parfüm satmağa və s. Nümunələr çoxdur təbii ki. İndi biz deyirik ki, yaxşı, bunu da bildim, amma uğursuz olmaqdan qorxuram. Birdən alınmasa, birdən getdim, tutaq ki, əlimdəki son 100 manatı falan şeyə qoydum, alınmadı. Birdən nə bilim, bütün dosta tanışa dedim ki, mən artıq falan işlə məşğulam və alınmadı. Onlar mənə güldü. Onlar mənə dedi ki, bax gördün, alınmayacaq. Düzdür? Bunlar zehnimizin içərisində belə yəqin ki, çoxlu səslər var sizin və düşünürəm ki, çox insanda da var bu arada. Yəni mən həmişə dediyim bir söz var ki, cəsarətli addımlar atan insanlar bu addımları qorxmadıkları üçün atmırlar. Yəni qorxduqlarına baxmayaraq atırlar. Bu çox önəmlidir. Bunu mütləq şəkildə bilin. Baxın, uğursuzluq qorxusu. Ümumiyyətlə, bir insan əgər uğursuz olmaqdan qorxursa, o heç vaxtı irəli doğru bir addım ata bilməz. Çünki uğursuzluq, baxın, uğursuzluq bizim istənilən addımda, hər addımda belə nə bilim təpəmizin üstündə olan bir kölgədir. Hər addımımızda yanımızdadır və hər addımımızda özünü göstərə bilər. Bunu təkrar edirəm, mən ümumiyyətlə motivasiya verməyi sevmirəm, bunu hər dəfə deyirəm. Çünki mən fikir verirəm, potensialdan, uğurdan və s. danışanda belə çox motivasiya tərəfə sanki kayır o türklər demiş ki, ay sən bacararsan, sən də alınar, sən elə, sən belə. Mən bunu sevmirəm. Heç kimə də yalandan sən bacararsan, sən də elə, sən də belə demirəm. Özüm də bunu mənə deyəndə kimsə onu da sevmirəm. Çünki hər kəsin bacara bilmə potensialı fərqlidir, aydındır. Hər kəs hər şeyi bacara bilməz, amma hər kəs potensialın nəyədirsə, onu bacara bilər. Bu çox önəmlidir. Və dediyim kimi, əgər siz uğursuzluğu özünüzə yol yoldaşı olaraq görməyi bacarmırsınızsa, bu deməkdir ki, tamam, siz artıq addım atmağa bəli hazır deyilsiniz. Uğursuzluğu özümə necə yol yoldaşı kimi görə bilərəm, bunu sizə deyim. Bu o demək deyil ki, mən uğursuz oldum, deyirəm ki, tamam, uğursuz oldum, qəbullandım, meditasiya etdim, sakitləşdim. Yox, bu deyil yol yoldaşı olaraq görmək. Uğursuzluğu özünə yol yoldaşı olaraq görmək o deməkdir ki, hər uğursuzluq əslində sizə bazar tərəfindən, bilmirəm, müştəri tərəfindən verilən, belə deyək, ödənişsiz bir dərs kimi düşünün bunu. Necə? Məsəl üçün, tutaq ki, siz getdiniz, bundan öncəki videoya qayıdırıq, orada demişdik ki, mən bir xanımı nümunə çəkmişdim. Videodan sonra o bu arada mənə yazdı o xanım ki, maddi baxımdan, yəni pul yığıram, biraz pul yığıb o sizin dediyiniz işi edəcəm mütləq, görək, inşallah. İlk müştərisi də mən olaram, niyə də yox. Götürək həmin o nümunəni ki, tutaq ki, o xanım getdi, özü üçün açdı, yəni o dediyimiz
nə səhifəsi? Bəli, parfüm səhifəsi demişdik və uğursuz oldu. Yəni uğursuz olduğu nədir? Tutaq ki, paylaşdığı heç kim almadı. O düşündü ki, çox estetik videodur, amma video Instagramda heç kim tərəfindən izlənmədi və s. və s. Burada baxın, iki cürə yanaşma var. Birinci yanaşma, mən uğursuz oldum. Demişdim də, onsuz da alınmayacaq. Onsuz da filan kəsə demişdi ki, bu qədər parfüm satan var, sən də qoşuldun onların sırasına, sənlik deyil bu. Bu oldu, tamam. Mən uğursuz oldum. Bəziləri də deyir ki, tamam, gedim meditasiya edeyim, sakitləşim və s. Bunlar hamısı bir qıraqda. Heç bunlar yəni mənim belə deyək, danışdığım hissə deyil. Bir də var ki, uğursuzluğu özünə yol yoldaşı olaraq görmək. O da nədir? Deyirsən ki, tamam, mən düşündüm ki, bu video çox estetik idi, qəşəng videoydu və s. Paylaşdım. Heç kim baxmadı bu videoya. Görəsən niyə? Görəsən mən nəyi daha fərqli etsəm bu video izlənər? Görəsən mən nə etsəm, məsələn, bu video tutaq ki, gedib daha başqa bir kütlənin qarşısına çıxar. Bax, bu uğursuzluğu özünə yol yoldaşı olaraq görməkdir. Yəni ki, uğursuz oldum, amma bir dərs aldım. Yəni məsələn, başa düşdüm ki, demək ki, mən bu tərz videoları səhər saat, nə bilim, 10-da paylaşmamalıyam. Tamam, gələn dəfə, nə bilim, günorta saat 3-ü yoxlayım. Görüm onda nə olacaq? Çünki səhər saat 10-da paylaşdığım videodan, məsələn, müştəri mənə belə bir dərs verdi ki, mən səhər saat 10-da mənim vaxtım yoxdur oturub sənin çox estetik parfüm videona baxmağa. Mənə belə bir dərs verdi. Mən bunu baxın, uğursuzluğu yol yoldaşı gördüyüm üçün bu dərsi aldım buradan ki, demək ki, məsələn, mənim kütləm tutaq ki, ola bilər ki, başqa bir parfüm səhifəsinin elə bir kütləsi var ki, onlar səhər saat 10-da aktiv olur. Bəlkə də mənim hələ ki kütləm balacadır və onlar səhər saat 10-da iclasda olur bu insanlar. Daily-də olurlar. Şirkətlərdə, korporatlarda işləyənlər bilir daily nədir? Daily huddle-da olurlar saat 10-da. Ona görə bu insanlar girməyib. Məsələn, mən tutaq ki, korporatda işləyirəm özüm də bir qız, yəni korporatda işləyən bir qızam və bilirəm ki, saat 10-da bəli, burada hamı iclasdadır və mənim də 100 nəfər izləyicim var, 100-ü də onsuz da elə mənim aşağı yuxarı orada işləyənlər və s. Bunlar məşğuldur. Ona görə mənim heç videom tutmadı. Tamam. Başqa vaxt yoxlayaram. Və yaxud da ki, nə bilim, hansısa bir musiqi ilə paylaşdım, alınmadı. Yəni, çox nümunə verə bilərəm buna aid. Baxın, uğursuzluğu özünə yol yoldaşı olaraq görmək budur. Fərqli-fərqli şeyləri yoxlamaq və hər dəfə alınmayanda da alınmadı, məndə onsuz da olmur və s. demək yerinə sadəcə demək ki, tamam, mən buradan görüm, nə dərs aldım və görüm bunu hansı formada etsəm necə olar. Xüsusən də insanlar bu indiki dönəmdə çox meyillidir, məsələn, günahlandırmağa ki, nə bilim, mənim izləyici başa düşmür, məsələn, onlaynla məşğul olanlar ki, izləyici yaxşı işin keyfiyyətini bilmir, nə bilim, Instagram elə, Instagramın algoritmi belə və s. Mən bunlara məsələn başa düşürəm və anlayıram ki, nədir, nə demək istəyirsiniz siz? Çünki bunu özüm də yaşayıram, düzdür? Mən özüm hətta keçən dəfə bir xanımla söhbət edirəm və ona deyirəm ki, mən səyahətə gedəndə nə bilim, hansısa bir səyahətdən bir dənə bir şey paylaşanda bir də baxıram ki, Instagram storyimdə nə qədər insan, amma çox dəyərli, bahalı bir məlumatı paylaşanda görürəm ki, o insanların yarısı belə yoxdur. Nəyə görə bu belədir? Mən istəmirəm məni travel blogger kimi tanısınlar. Mən istəmirəm məni, nə bilim, ancaq belə həyat tərzimə görə tanısınlar. Bu məni narahat edir. Amma bu izləyicinin günahı deyil. Demək ki, mən məsəl üçün nəsə başqa bir şey etməliyəm ki, tamam, travelımı da paylaşım, amma onun içərisinə də elə bir öyrədici bir kontent qoyum ki, izləyici ilə mənim travelıma baxa-baxa mənim öyrədici kontentimi də görsün. Bax, mən məsələn bunu başa düşdüm və dedim ki, tamam, bu nə Instagramın günahıdır ki, mən öyrədici bir şey olanda heç kimin önünə çıxmır. Bu nə izləyicinin günahıdır ki, o milyonlarla kontent arasında mənə fikir vermir. Demək ki, burada mən də günahkar deyiləm, amma mən məsələn bu uğursuzluqdursa, tamam, mən bunu özümə yol yoldaşı edib baxıram ki, eyni şeyi başqa necə edə bilərəm, başqa necə yoxlaya bilərəm. Bax, bu bizim olur əslində uğura gedən yoldakı, necə deyərlər, ən böyük dostumuz kimdir? Uğursuzluğun elə özüdür. Çünki biz əgər gözləsək ki, ilk addımdan uğurlu olacağam, mən belə deyək, partladacağam, mənim işim çox yaxşıdır, çox keyfiyyətlidir, hamı məni başa düşəcək və s. və s. Belə olmayacaq. Mənim yaxınlarım, dostum, tanışım mənə dəstək olacaq. Ola da bilər, olmaya da bilər. Siz amma ən başdan elə götürün ki, olmayacaqlar.
Yəni onlara maraqlı deyil, məsələn, sizin nə satdığınız, nə aldığınız, nə şirkət qurduğunuz, hansı xariqələri yaratdığınız. Çünki onların da başqa bir həyatı var. Baxın, bunu da qoyun cebinizə. Və bu şəkildə əslində bütün o uğursuzluqlar ki deyirsinizə, onların hamısını özünüzə yol yoldaşı edin. Yəni siz bilin ki, əslində çox sürətlə bir uğur qazanmaqdan və təcrübəsiz olmaqdansa, çox daha yavaş-yavaş uğursuzluqlarla dolu bir yolda uğura getmək əslində uzun, belə deyək, long term baxsaq çox daha məntiqlidir. Çünki artıq çoxlu təcrübə qazanmış oluram. Çünki artıq bilirəm ki, nəyi etməməliyəm. Çünki artıq bilirəm ki, nəyi necə edəndə alınmır. Baxın, uğurun əslində formulu budur. Uğurun formulu birbaşa gedib hardasa partlatmaq, çox uğurlu birdən-birə olmaq deyil. Bu birinci məsələ. İkinci məsələdə uğur anlayışına ümumiyyətlə yanaşmanı dəyişməliyik biz. Yəni nədir mənim üçün uğur? Mən görürəm ki, çox insan bunu da Manifest 2026-da mən çox detallı danışmışdım izləyicilərə ki, mən görürəm ki, çox insan yəni uğuru belə çox maraqlı bir şəkildə özləri üçün etiketləyib ki, məsələn, ancaq filan cürə olsam uğurdur mənim üçün. Bəs amma atdığın addımlar, kiçik-kiçik addımlar, onları uğur saymırsansa və ancaq böyük bir rəsmə fokuslanmısansa və sənin zehnin, beynin, bədənin dopamin hardansa ala bilmirsə, sən o böyük hədəfinə də gedib çata bilməyəcəksən. Aydındır? Yəni məsələn sənin üçün birdən-birə 100.000 izləyicinin olması uğurdursa, sən o zaman sənə gələn nə bilim 10 nəfər izləyici üçün, 20 nəfər, 50 nəfər izləyici üçün sevinməyi bacarmayanda növbəti addımlarını ata bilmək üçün səndə dopamin olmayacaq. Çünki indi bu dəqiqə heç sevinmirəm də. Yəni indi bu dəqiqə o gələn, gördüyüm işlə gələn 50 izləyici mənim üçün dəyərli deyil. Çünki mən fokuslanmışam 100.000-ə. Bəs o 100.000-ə gedən yolda mənim motoruma bir benzin lazımdır yoxsa yox və insanın benzini nədir? Dopamindir. Dopamin necə gəlir zehnimizə? Dopamin o zaman gəlir ki, biz bir nəticə görürük, o zaman gəlir. Amma bizim arzuladığımız böyük nəticə çox zaman və böyük ehtimalla bizə dərhal gəlməyəcək, düzdür? Amma mən nə etməliyəm ki, o zaman mənim dopaminim müəyyən stabil bir formada qalsın? Bunun üçün nə etməliyəm? Demək ki, bunun üçün mən kiçik qələbələrimi də qeyd etməliyəm, düzdür? Ona görə deyirlər ki, böyük işlərinizi, mən də bunu danışmışdım hətta bir videoda ki, böyük işlərinizi kiçik mərhələlərə bölün, kiçik etaplara bölün, kiçik qələbələrinizi qeyd edin və s. Bunun bütün məntiqi bundan ibarətdir əslində ki, o dopamin ifraz olunmağa davam etsin. Çünki biz böyük bir rəsmə fokuslananda, amma ora getmək üçün dopaminimiz yetmir bizim. Ona görə yarıda saxlayırsınız. Ona görə bir işə böyük həvəslə başlayıb biraz gedirsiniz, ortada dayandı. Çünki dopamin yetmir. Çünki motor getdi, benzin yetmədi ki, o sona qədər getsin. Nəyə görə? Çünki dopamin bitdi. Çünki hələ hədəfə çatmamışam, amma kiçik qələbələrimi də görmədim. Bax, bu da çox önəmlidir və müasir dövrün düşünürəm ki, elə ən böyük tələsi məhz bu dopamin tələsidir. Onu da biz digər videolarda danışarıq bu barədə detallı. Bax, belə, bu da bizim olsun ikinci videomuz. Ümid edirəm ki, faydalı oldu sizin üçün. Videoların ardı gələcək. Kanala abunə olmağı və videonu bəyənməyi və fikirlərinizi də şərhə yazmağı unutmayın. Hələlik.